Bəli, dəyərli izləyicilərimiz, yenə bir bağ təqdimatı ilə sizlərin qarşısındayıq. Bura Qoşaqala restoranına çox yaxın bir məsafədə yerləşir. 6.5 sotun içərisində inşa olunmuş bir bağ evidir və 5 otaqlı bir bağ evidir. 300 kvadrat bir mənzili var. Bağ evimizin həyəti belədir, gördüyünüz kimi hovuzu var, belə oturacaq yerlər və olmazsa olmaz yay mətbəxi. Gördüyünüz kimi yay mətbəxində bütün təchizatlarla təmin olunub. Gəlin keçid eləyək. Evimizi sizə bir möhtəşəm görüntülərlə təqdim eləyək. Çox gözəl bir ərazidə yerləşir və ev çox qəşəng, tam yay üslubunda inşa olunub evimiz. Buyurun. Gördüyünüz kimi. Onu da sizlərə çatdırım ki, izləyicilərimiz. Bu bağ evində yaşayış olmuyor. Bura evimizin qonaq otaq hissəsidir. Gördüyünüz kimi bütün əşyalarla birlikdə satılır evimiz. Tam qarşısında mətbəx hissəmiz, belə bir adacığımız da mövcuddur. Bütün məişət avadanlıqları, hər şey mövcuddur bu evdə. Gəlin otaqları sizə tanış edeyim. Burada yataq otağımız, daxilində gördüyünüz kimi həm dolab otağı, həm də sanitar qovşaq mövcuddur. Onu da sizə çatdırım ki, bütün otaqlarda dolab otağı və sanitar qovşaq mövcuddur. Bura ikinci yataq otağımız, belə bir dolabı da var içərisində. Ümumi sanitar qovşaq. Burada digər yataq otağı, geniş yataq otağına malikdir. Təbii ki, bunun da daxilində dolab otağı mövcuddur. Gəlin digər otaqlara keçid eləyək. Və burada sonuncu yataq otağımız, daxilində də dolab otağı mövcuddur. Gördüyünüz kimi bütün otaqlarda dolab otağı mövcuddur. Daxilində sanitar qovşaq da var. Maraqlı bir üslubda təmin olunub. Tam yay üslubudur bura, yəni çox gözəl bir mənzildir. Daha çox, necə deyim, cavan ailələrin sevəcəyi bir üslubda təmin olunub. Hündürlüyü də, yəni videoda da göründüyü kimi çox hündürdür. Bəli, sizə də bu mənzil, bu bağ evi xoşunuza gəlsə, maraqlı gəlsə bizimlə əlaqə saxlayın. Gəlin, baxaq, görün. Canlı görsəz daha çox gözəldir, daha çox bəyənəcəksiniz. Əlaqə saxlayarsınız. Sağ olun.